Hər birinizə xoş gördük dostlar. Sekodex kanalına xoş gəldiniz. Mən Elvin Abbasov. Bu günləri şəbəkəyə giriş edəcəyik və şəbəkənin ilk dərsi olaraq sizlərə OSI modeli haqqında danışacağam. İlk öncə bundan başlayaq. OSI modeli nədir, niyə var, niyə yaranıb, nə ehtiyac var idi yəni. Belə düşünək, əvvəllər bir X şirkəti var idi, bir də Y şirkəti var idi. X şirkətinin cihazları bir-biri ilə əlaqə qura bilirdi. Lakin X şirkətinin cihazları Y şirkətinin cihazları ilə əlaqə qura bilmirdi. Bu məsəl üçün belə deyə bilərəm ki, bu cihazlar Azərbaycan dilində danışırdı, bu cihazlar ərəb dilində danışırdı. Yəni bunların ortaq əlaqə qura biləcəyi bir dil yox idi, bir dil lazım idi. Nəhayət ISO tərəfindən, Beynəlxalq Standartlaşdırma İnstitutu tərəfindən 1984-cü ildə OSI modeli yaradıldı. OSI modelində bunun əsas məğzi bundan ibarətdir ki, X şirkəti də, Y şirkəti də OSI modelindən istifadə edəcəkdir. Yəni ortaq bir dildən, məsəl üçün ingilis dili kimi başa düşək, bunu misal olaraq deyirəm, istifadə edəcəkdir və bir-biri ilə qarşılıqlı əlaqə qura biləcəkdir. Bu gün mən sizlərə OSI modelinin qatları haqqında danışmaq istəyirəm. Bildiyimiz kimi OSI modelinin 7 qatı var. Bunların ilk qatı fizikdir və son qatı application layer'dir. Bunların hər bir qatı nəyə yarayır? Yəni bunlar haqqında danışaq. Birinci elə bir məlumat gəldi application'a hazır. Application qatı istifadəçi ilə tətbiqin bir-biri ilə ən yaxın olduğu qatdır deyə bilərik. Məlumatı aldıq, sonra gəldi presentation'a hazır. Presentation qatı təqdimat qatıdır. Presentation qatında nə olur? Presentation qatında məlumatın sıxılması, formatlanması, yəni növbəti qatlar üçün hansı formatlardan istifadə olunacaq, məsələn MPUS, JPG və s. Bunlar daha sonra məlumatın şifrələnməsi, deşifrələnməsi, hansı ki burada TLS, SSL, CERT protokollarından istifadə edilir və s. Bu proseslər baş verir. Daha sonra məlumat gəlir session qatına. Session qatında bir növ körpünün qurulması, sessiyanın qurulması baş verir. İdentifikasiya, autentifikasiya, avtorizasiya prosesləri burada baş verir. Bəs bunlar nədir? İdentifikasiya, autentifikasiya, avtorizasiya nədir? Bunları bir nümunə üzərində izah etmək istəyirəm. İdentifikasiya odur ki, məsələn, identifikasiya bizim həqiqətən biz olduğumuz durumu. Bunu belə izah edə bilərəm. Məsələn, biz universitetə giriş etmək istəyirik. Biz bildiyimiz kimi, yəni götürürük tələbə biletini, turniketə vururuq, içəri keçirik. Bizim tələbə biletimiz burada identifikasiya vasitəsidir. Autentifikasiya nədir? İdentifikasiya vasitələrinə bu arada nə bilim, üz tanıma, gözün üzrəlik işarəsi və s. barmaq izi və s. aid edə bilərik. Autentifikasiya nədir? Biz gəldik, tələbə biletini turniketə vurduq, girdik içəri. Bizim içəridə nə olduğumuz autentifikasiyadır. Məsələn, biz içəridə tələbəyi və tələbə kimi daxil olmuşuq. Bu autentifikasiyadır. Bizim sistemdə kim olduğumuzdur autentifikasiya. Avtorizasiya isə bizim sistemdə nə kimi hüquqlara malik olduğumuzdur deyə bilərik. Məsələn, biz tələbə kimi daxil olmuşuq. Biz tələbənin səlahiyyətlərinə malik oluruq. Məsələn, biz dekan otağına və s. girə bilmərik. Bizim sistemdə nə kimi hüquqlarımızın olduğu avtorizasiyadır deyə bilərik. Daha sonra məlumat gəlir transport qatına. Transport qatı, biz onu deyə bilərik ki, biz iki cihazın bir-biri ilə əlaqə qurması üçün onların port, IP və MAC adreslərini bilməliyik. Transport qatında port adresləri əlavə olunur. Yəni source port, destination port, yəni məlumatın hansı portdan çıxıb hansı porta gedəcəyi və s. burada əlavə olunur. Daha sonra məlumatın TCP və ya UDP ilə gedəcəyi də burada əlavə olunur. Bunların müəyyən fərqləri varkən bunlar haqqında danışaq. TCP ilə UDP-nin arasındakı fərqlərdən danışaq. TCP məlumatı daha etibarlı şəkildə göndərir. Yəni məlumatın güvənli şəkildə çatmasına önəm verir. UDP isə məlumatın sürətlə çatmasına daha çox önəm verir. Bunlar belə deyə bilərik ki, əvvəlcədən onu deyək ki, bunların heç biri təhlükəsiz deyil. Yəni ikisi də təhlükəli ola bilər, lakin TCP daha etibarlıdır, daha güvənlidir deyə bilərik. Sonra
Biz bilirik ki, unicast, multicast, broadcast deyilən əlaqələr var. Broadcast odur ki, məlumat şəbəkədəki hər cihaza ötürülür. Multicast odur ki, məlumat yalnız müəyyən cihazlara ötürülür, yəni seçdiyimiz cihazlara. Unicast isə məlumat yalnız bir cihaza ötürülür. Burada TCP-də yalnız unicast əlaqə mövcuddur, UDP-də isə hər üçü mövcuddur. Unicast, multicast, broadcast hər biri mövcuddur. Daha sonra ona deyə bilərik ki, bunlar əlavə olundu. Daha sonra məlumat gəlir network qatına, şəbəkə qatına. Burada source IP, destination IP-lər və s. əlavə olunur. Yəni hansı IP-dən çıxıb hansı IP-yə gedəcək və s. əlavə olunur və məlumat göndərilir data link qatına. Data link qatında isə məlumatın MAC adresləri əlavə olunur. Yenə dediyimiz kimi source MAC adres, destination MAC adres və s. əlavə olunur. Daha sonra məlumat gəlir fiziki qata, physical qata. Physical qatda isə məlumat ikili say sisteminə bitlərə çevrilir. Yəni kompüterin başa düşə biləcəyi şəkildə bitlərə çevrilir və wireless şəkildə və ya kabellər vasitəsilə məlumat ötürülür. Daha sonra onu deyə bilərik ki, encapsulation, decapsulation prosesləri var. Baxın, application-dan physical qata qədər encapsulation prosesi adlanır bu. Baxın, burada gördüyümüz kimi elə bir kapsullaşdırılır məlumat. Gördüyünüz kimi 1 dənə, 2 dənə, 3 dənə get-gedə yığılır, artır. Daha sonra məlumat çatır, göndərilir digər cihaza. Burada da decapsulation prosesi olur. Gördüyünüz kimi elə bir kapsullar açılır. Bunu belə izah edə bilərik, daha rahat başa düşə bilərik. Bundan əlavə, biz bilirik ki, günümüzdə OSI modeli çox da istifadə olunmur, yəni köhnə texnologiyadır. Onun əvəzinə TCP/IP modeli istifadə olunur. TCP/IP modeli originalı 4 qatlıdır. Bunu da belə göstərə bilərik. Application, presentation, session qatına birlikdə application qatı deyilir. Transportu, network internetdir və data linklə physicalda network accessdir. Lakin günümüzdə bu da istifadə olunmur. 4 qatı da istifadə olunmur. Günümüzdə TCP/IP modelinin 5 qatısı istifadə olunur. Onu da belə göstərə bilərik. Burada application, presentation, session yenə application-a gəlir. Transportu, networkdur, data linkdir və physicalda physical qatdır. Bəli, və OSI modelinin hər qatında işləyən cihazlardan danışa bilərik. Yəni biz bilirik ki, OSI modelinin physical qatında onu deyə bilərik ki, physical qatda hub istifadə olunur, modem istifadə olunur. Hub nədir bu arada? Hub şəbəkədəki cihazlar arasında əlaqə qurur, lakin bu köhnə texnologiyadır. Yəni hubun MAC adresi yoxdur deyə bütün connection-ı bütün cihazlara, məlumatı bütün cihazlara göndərir. Bu da şəbəkədə artıq trafik yaradır da, lazımsız əlavə trafik yaradır. Hub bəzi şirkətlərdə istifadə olunsa da əsasən istifadə olunmur. Əsasən switch-dən istifadə olunur. Switch-in MAC adresi var deyə o məlumatı düzgün cihaza yönləndirir. Bununla da əlavə trafik yaratmır, bir şey yaratmır. Modem haqqında danışmalı olsaq, modem bilirik ki, rəqəmsal siqnalları analog siqnalları da rəqəmsal siqnallara çevirir deyə bilərik. Data link qatında işləyən cihazlara danışdığımız kimi switch və modemi əlavə edə bilərik. Daha sonra network qatında işləyən cihazlara isə routeru, core switchi əlavə edə bilərik. Yaxşı, bəs deyə bilərsiniz ki, routerla core switchin fərqi nədir? Router əvvəlcə onu deyə bilərik ki, şəbəkələr arasında əlaqə yaradır, 2 və daha çox şəbəkə arasında əlaqə yaradır. Core switchdən fərqi nədir? Niyə şirkətlərdə əsasən router istifadə olunur, core switch isə daha az istifadə olunur? Buna ilk öncə maliyyət baxımından deyə bilərik ki, yəni core switch daha bahadır routerə nisbətən. Həm də onu deyə bilərik ki, bəzi routing protokolları var ki, router onların hər birini dəstəkləyir. Amma core switch hər birini dəstəkləmir. Yəni son olaraq bunu da əlavə edə bilərik. Bugünkü dərsimiz bu qədər idi dostlar. Ümid edirəm video maraqlı və öyrədici şəkildə olmuşdur.
Növbəti videolarda görüşənədək sağ olun.